Salam dostlar, gülüş bayramınız mübarək olsun. Bugün beynəlxalq gülüş günüdür. Sizi güldürməyə cəhd edən o dəyərli əməkdaşlarımıza 20 manatlıq Araz müştəri kartı hədiyyə eləyəcəyik. Sizi tanıyaq. Asiya xanım. Asiya xanım. İçdən bir maraqlı əhvalat danışmağınızı istəyirik. Gastronom şöbəsində ən çox başıma gələn maraqlı hadisə odur ki, yəni biz bilirsiniz də, yağdır, pendirdir, belə işlərlə məşğul oluruq. Müştərinin gəlib məndən, sizdə siqaret var. Və bu hədiyyə kuponumuz da sizindir. Təşəkkürlər. Xoş gördük səni qardaşım. Adın nədir? Xəlilli şükür. Bir kişi yolla gedir, bir dərin quyuya düşür. Öz cəhd edir, çıxa bilmir, cəhd edir, çıxamır. Axırda da öz-özünə deyir ki, bir də çıxa bilməsəm çıxıb gedəcəm evə. Yaxşıdır. Neçə ildir ancaq bu lətifə ilə başı dolandırırsan sən dost məclisində? Hədiyyəni apardın. Üzün gitsin həmişə. Hə, salam əleykum. Səni tanıyaq qardaşım. Adım Asim deyil. Asim. Bəli. Gecə şeir öyrənmişdim. Post səhər necə olsa yaddan çıxdı. Mən dedim bəlkə bir şeir danışardım, gülərdiniz. Tarxan alınmadı onu yadına çıxdı. Beynimə. Onda buraxan yeri var hardasa 100%. Amma çox istəyirdim mən sizə o şeiri danışım, amma yadımdan çıxdı. Yəni satirik şeirdir, gülməli idi. Romantik idi biraz. Romantik idi. Aa. Mənə öz. Ha, neyini? Xala girdi. Asim, çox sağ ol. Allah köməyini. Yatanda, şeir əzbərizə ayaq üstə yat ki, qalsın. Sağ ol, Allah köməyini. Miranə kassir Arazda. Lətifə danışımda onu da sizə bir dənə. Başınıza gələn əhvalat da ola bilər. Bir dənə kişi olur. Bir dənə kişi olur. Bəli, yolla gedir. Nəfəs almaq yadından çıxır, ölür. Gülmək olmasa da gülün də, nə olacaq? Ən az siz cəhd elədiniz. Bəli. Gülün də, niyə Əməkdaşlar oldu ki, heç ona cəhd eləmədi. Hədiyyə eləsin, təbrik eləyirəm. Səni tanıyaq. Ayxan. Mən bilirəm, Ayxan. Rüstəm kişi gedir qonşusuna yanına gedir. Deyir qonşusuna deyir ki, bəs qonşu sən maşın sürə bilirsən? Deyir, bəli sürə bilirəm. Deyir, bəs VSP sürə bilirsən? Deyir, bəli sürə bilirəm. Deyir, bəs tank sürə bilirsən? Deyir, bəs xeyr, tank sürə bilmirəm də. Rüstəmlə Qayıb deyir ki, gəl onda sənə oyun profili alsaq, oyun profilində tank sürərsən. Başa düşdüm sən. Başa Okey, düşdün? okey. O profillərdə oyun oynayanlar öldülər orada gülmədən. Mən ona əminəm. Mən bildim. Bu Olar, çox inşallah, gülərlər. yeni lətifədir, bəli. Kompüter oyunları üzərindən. Bəli, bəli. Bu sənin hədiyyəndir. Bu sənin cəhdindən dolayı. Və əminəm ki, orada gülənlər çoxdur və şəhərlərdə də görəcəksən. Olar. Buyur səni təbrik edirəm. Beləliklə dostlar, 1 aprel beynəlxalq gülüş günündə də çalışdıq ki, üzünüzdə az da olsa təbəssüm bəxş eləyək. Üzünüz hər zaman zövqlə gülsün.